Gülsərən Budaycıoğlu. Pəncərədəki qız. Roman. Tərcümə edəni Nərminə İsmail. 1. Klinikaya girərkən həzin musiqi səsi eşidilir. Çox köhnələrdən, bizim gənclik illərimizdən qalan, amma insanların hələ də sevə-sevə dinlədiyi bir musiqidir. İçimi hüzün qarışıq bir həyəcan bürüyür. Özümü eyni ilə həmin zamanlardakı kimi hiss edirəm. Yəni gənc, gümrah, enerji dolu. Sonra liftin güzgüsündə özümə nəzər salıram. Gənc olmasam da hələ də enerjim yüksəkdir. Bu enerjini mənə bu klinika və birazdan otağıma girib çıxmağa başlayan pasiyentlərim verir. Mənə əsasən kədərli hekayələrini danışsalar da, otağımdan çıxarkən onların gözlərində gördüyüm parıltı yorğunluğumu aparır. Yerlərində əyləşən və məni görəndə gülümsəyərək ayağa qalxan katibələrə mən də təbəssümlə qarşılıq verib otağıma keçirəm. Görək, bugün otağıma kimlər girib çıxacaq, kimlərin taleyinin onlara necə oyun oynadığını öyrənəcək, kimlərin dərdini, kədərini bölüşəcəyəm. Yerimə əyləşən kimi yeni bir qovluq açmaq üçün sol tərəfimdəki rəfə doğru əlimi uzadanda Tuna həyəcanla içəri girir. Daimi oxucularım bilir, Tuna mənim ofisdəki köməkçimdir. Bir sözlə, sağ əlimdir. Əlində soyuqdan şüşəsi tərləmiş böyük bir qabda su var. Bu qədər çəki ilə insan necə belə qıvraq ola bilər axı? Mən heç vaxt belə çevik, hərəkətli olmamışam. Kollecdə idman dərsində müəllimimiz bizi sıraya düzüb, üzəri dəri ilə örtülmüş bir masanın üstündən tullanma hərəkətləri etdirərdi. Belə şeylər mənə o qədər çətin gəlirdi ki, Tunaya indi bu xalçanın üstündə mayallaq aç desəm, edər. Üstəlik bu yaşda və bu çəki ilə. Başımı qaldırsam, bilirəm ki, Tuna dərhal söhbətə başlayacaq. Ona görə qaldırmıram. Əlindəki stəkanı alıb, yay-qış demədən içdiyim bumbuz suyu bir nəfəsə başıma çəkirəm. Stəkanı stola qoyarkən Tuna hələ də həyəcanla gözləmə mövqeyindədir. Narahatdır. Deməli, mənə söyləmək istədiyi şeylər var. Başımı qaldırmadan soruşuram. Tuna, bu xalçanın üstündə mayallıq aşa bilərsən? Ani bir səssizlikdən sonra ikimiz də eyni anda gülməyə başlayırıq. Mənə sataşdığınıza görə deyəsən sizi yordum. İstəsən dediyimi elə bu dəqiqə edərsən, elə deyilmi? Əlbəttə edərəm. Bunda nə var ki? Yaxşı, yaxşı. İndi de görüm nə demək istəyirdin? İndi içəri gəlməyə hazırlaşan xanımın adı Nalandır. Çox qəribə qadındır. Cavanlığımızdakı kino aktrisalarına oxşuyur. Ən çox da Filiz Akına. Amma çox qəribə geyinib. Bəlkə təzə dəb belə olub, bizim xəbərimiz yoxdur. Topuğuna kimi qara, kurjavalı ətək, üstündən də yenə qara rəngli qat-qat nəsə geyinib. Bir əlində böyük bir yelpik, digərində də çanta. Saçları da köhnə dəbə uyğunlaşdırılıb, elə bil taxtından indicə enib. Kimsə də onu tutub, zorla buraya gətirib. Yanında xidmətçiləri əskikdi bircə. Sən nə danışırsan, Tuna? Nağıl yazırsan sanki. Hardan uydurursan bunları? Nə uydurmaq? Gələndə özünüz görəcəksiniz. Qeyri-adi bir şey. Nəyə hirslənibsə, əlindəki yelpiklə yanında gələn adamı az qala döyəcəkdi. Yazıq qadın gərgindir. Axırda mən araya girdim. O cür qadından belə hərəkəti heç gözləmək olmaz. Digər pasiyentlər də çaşbaş halda televizorda film izləyirmiş kimi bu vəziyyətə baxırdılar. Təbii ki, mən onlar kimi səssiz qala bilmədim. Ayırmağa çalışmasam, o boyda kişini yerlə bir edəcəkdi. Bu məlumatları Tunadan mən istəyirəm. İçəri girməzdən əvvəl pasiyentlərimiz əvvəlcə onun göz müayinəsindən keçir. Pasiyentlərə nəzər salır, söhbətləşir, sonra da əhəmiyyət daşıyan bir xüsusat varsa, mütləq mənə bildirir. Çünki mənim pasiyentlərim bu otaqda özlərini həyatın içində hiss etmirlər. Mənimlə birlikdə başqa diyarlara səyahət edirlər. Tuna isə onların həyatın içindəki davranışlarını görür. Ümumən bu məlumatlar mənim çox işimə yarayır. Ancaq bugün sanki biraz ağını çıxartdı. Yanındakı adam həm cavandı, həm də xarizmatik. Bir suyu İbrahim Tatlısəsə oxşuyur. Beyni qanlı görünsə də yaraşıqlı oğlandı. Adam onları bir-birinə yaraşdıra bilmir. Mən rejissor olsaydım, bu qadını yanına belə bir kişi seçməzdim. İkisindən birini dəyişdirmək lazımdı. Tuna,
Deyəsən sən dünən axşam köhnə filmlərdən birinə baxmısan. Filiz Akın, İbrahim Tatlıses zat, axırda rejissor da oldun. Yox, Gülsəran xanım, özünüz görən kimi mənim haqlı olduğumu düşünəcəksiniz. Kişi eyni ilə İbrahim Tatlıses kimi qırmızı bir gödəkçə geyinib. Yadınızdadır, bir dəfə sizinlə Kiprə getmişdik. İbo biz oturduğumuz yerə gəlmişdi, düz yanımıza. Yadınıza gəlir, əynində qırmızı gödəkçə var idi. Eyni ilə o cür. Hündürboy, qaraqaş, qaragöz, enlikürək bir adamdı. Bircə bığı çatmır. Onun əvəzinə azacıq saqqalı var. O qadın bu adamın öhdəsindən necə gəlib, anlaya bilmirəm. Halbuki o zəif, zərif bir qadındı. Dayanmadan da ağlayır. Heç birimiz onu sakitləşdirə bilmədik. Mən rejissor olsaydım, bu qadına kraliça rolu verərdim. Elə əyni başı, görkəmi də uyğun gəlir. Tuna bəsdir. Hələ əsas məsələni deməmişəm. Kişi qadını buraya zorla gətirib. Onsuz da sizinlə əvvəlcə özü görüşmək istəyir. Qadına dərman verməyinizi istəyir. Başqa cür bacarmıram. Həkimin otağına onu necə salacağımı da bilmirəm deyir. Dərman verəcəkmişəm. Çağır görüm o kişini içəri. Yaxşı, mən də o əsnada qadını sakitləşdirməyə çalışaram. Tuna yel kimi otaqdan çıxır. Dayandırmasam səhərə qədər danışar. Biraz keçəndən sonra qapı 2 dəfə möhkəm döyülür. Əynində qırmızı gödəkçə olan hündürboy, qarayanız, saqqallı, cavan bir oğlan içəri girir. Eyni ilə Tunanın təsvir etdiyi kimi. Doğrudan da İbrahim Tatlıses'ə bənzəyir. Əlini kobud şəkildə uzadıb özünü təqdim edir. Ayaqlarını aralayıb qarşımdakı kresloda əyləşir. Mobil telefonunu və maşınının açarını qarşısındakı masanın üstünə atdıqdan sonra üzünü mənə tərəf çevirir. Tünd qəhvəyi rəngli gözlərində həm sərt, həm də saxta bir təbəssüm var. Oturduğu yeri öz ölçüsünə görə əhatə edən, özünü həddindən artıq əhəmiyyətli sayan, qarşısındakı insanda etibarsızlıq hissi yaradan bir ab-havası var. Dimdik və qürurla üzümə baxır. İşini tez yekunlaşdırıb getmək fikrindədir. Mənim baxışlarım isə onunkundan çox-çox fərqlidir. Qolunu astaca masama söyküyüb danışmağa başlayır. Həkim, Nalanı bura güclə gətirdim. Getmirəm deyib 2 ayağını bir başmağa dirəmişdi. Amma bu cür alınmır. Günlərdir məni bezdirib. Köməkçiniz də gördü. Heç nə olmadan pələng kimi üstümə tullanır. Az qala məni öldürsün. Mən belə şeylərə gözüm adam deyiləm. Amma ona yazığım gəlir. Ən pisi də budur ki, qorxuram bir gün hirsi damarım tutar. Vursam əlimdə qalacaq. Ölüb eləyər, günahı boynumda qalar. Bir söz var, deyirlər günah həmişə öldürəndə olmur. Bəzən də öləndə olur. Ağzının kənarında xoşagəlməz bir cizgi peyda olur. Mənim baxışlarım onun daha da artıq əskik danışmasına mane olur. Qadını necə də təhqir edir. Görəsən problem nədir? Problem nədir axı? Nəyə görə sizə qarşı bu qədər qəzəblidir? Heç nə əzim, daha nə olsun? Məni şəxsi mülkiyyəti, əmlakı hesab eləyir. Nalanla 7 ildir ki, bir yerdə yaşayırıq. Əvvəllər mən onu dəli kimi sevirdim. Gözüm ondan başqasını görmürdü. O vaxtlar onu əldə etmək mənim üçün əlçatmaz bir xəyal idi. Nalan hamı kimi deyil, biraz qəribə qadındı. Biz onunla eyni şirkətdə işləyirdik. Pişiyin ətə baxdığı kimi uzaqdan baxırdım ona. Təkcə mənim yox, şirkətdə işləyən çox adamın gözü Nalanda idi. Xülasə, mənim müdürümün qəfildən ağlına hardan gəldisə, mənə dedi ki, bu qızın sürücüsü bugündən etibarən sənsən. Müdür sağ olsun, mənə münasibəti yaxşı idi. Bunu deyərkən üzünə məğrur bir ifadə yayılır. Müdirin onu təqdir etməsi görünür ki, onu çox fərəhləndirir. O bir söz var, deyirlər istədiyin yar idi, yetirdi pərverdigar. Təsəvvür eləyin, sevincim yerə göyə sığmır. Elə onda hiss elədim ki, mən bu qadını özümü sevdirə biləcəyəm. Yəni elə o vaxtdan göz qoydunuz? Elə əvvəldən onu gözüm tutmuşdu. Ancaq ona yaxınlaşmaq olar. Beləcə odla barıt bir yerdə olmaz deyiblər. Ancaq təxmin etdiyimdən daha çox vaxt keçsə də, nəhayət bu iş oldu. Yəni plan üzrə. Yox əzizim, siz bunları başa düşməzsiniz. Bunları, yəni nəyi?
Yəni sevgini. Sevgini mən anlamayım, bəs kim anlasın? Deməli sevgini dərk edən təkcə odur və sevdiyi qadını bugün buraya tərk etmək üçün gətirib. Niyə belə düşünürsüz? Necə? Deyirəm ki, niyə belə hesab edirsiniz ki, sevgini dərk etmirəm? Hə, onu deyirsiniz. Məsələ var axı, deyirlər başa gələn başmaqçı olar. Siz heç başınıza gələn oxşamırsınız. Bizim kimlərini isə qətiyyən anlamazsınız. Bizim kimilərini? Məgər sən, mən ayrı kateqoriyadanıq? Necə yanlış düşüncə tərzidir. Mən o bizim kimilər dediyinin tərkib hissəsiyəm əslində. Ancaq elə bil, nə mən onu başa düşmək istəyirəm, nə də o məni. Bəlkə burada haqlıdır. Sən mənim tanımadığım bir qadını qarşımda təhqir et, yerin dibinə sox, sonra da mənə ona olan sevgindən danış. İncimə, mən səni hələlik anlamaq istəmirəm dostum. Nə deyəcəksənsə tez de və dərhal bu otaqdan çıx get. Məni də bu qədər çaşbaş qoyma. Düşüncələr qismən də olsa üzümdə əks olunduğundan mənə baxarkən üzündə narahat bir ifadə yarandı. Hər ehtimala qarşı hesab edin ki, sizi başa düşürəm. Sizi dinləyirəm. İndi belə olmağıma baxmayın. Bir zamanlar mən onu necə sevirdim. Onun dərdindən necə dəli divanə olduğumu biləydiniz. Kimsə mənə desəydi ki, bu qadını tərk edəcəksən, vallah, billah inanmazdım. Məcnun yalan olmuşdu mənim yanımda. Nə dillər tökdüm. Dil nədir ki, onun yolunda nə qədər göz yaşı axıtdım. Heç Nalan da bunları bilmir. Qadına zəif tərəfini göstərməməlisən. Aha, başa düşməsəm də artıq yeni şeylər danışır. Deməli belə, qadına zəif tərəfini göstərməməlisən. Özü də bunu bir kişi deyir. Halbuki mən bu cür sözləri daha çox qadınlardan eşitmişəm. Hə, nəhayət Nalanı ələ aldım. O da mənə aşiq oldu. Siz o vaxtlar məni görəydiniz, hətta yerişim də dəyişmişdi. Özümə əhsən dedim. Əhsən, sən nə imişsən belə? Kraliçanı diz çöktürdün. Asan gəlməsin sizə, doktor. Bizim kimlər üçün bunlar böyük işlərdir. Yenə də bizim kimilər deyir. Özünü başqa kateqoriyadan sayır. Mən və o ayrı dünyanın adamlarıyıq. Məni hirsləndirmək üçün bundan başqa söz, fikir ola bilməzdi. Mən hər kəsin dünyasına aid olmağa həmişə səy göstərmişəm. Xüsusən də bu insanlar öz millətimə mənsubdursa, onlar mənim üçün 2 qat dəyərlidir, mənə aiddir. Ancaq bu adam məni ayrı kateqoriyadan hesab edir. Amma heç nə ətalətdə deyil, sevgidə. Ona görə də məni bu qadından mümkün qədər daha tez xilas edəsiz deyə bura gəldim. Səbəbi də budur ki, başqasına aşiq olmuşam. Gözlərində çılğın bir parıltı yaranır. Necə qayğısız, əhlikef adamdır. Mən qarşımdakı insanları anlamaq, özümü onların yerinə qoyaraq dinləmək istəsəm də, bu adamla heç cür alınmır. Qarşımda əyləşənin real insan olduğunu belə hiss edə bilmirəm. Nəysə, onsuz da o mənim pasiyentim deyil. Əhəmiyyəti yoxdur. Onu anlamasam da olar. Düz 7 il münasibətimiz davam etdi. 7 ilin sonunda həyəcanım yavaş-yavaş azaldı. Gözümdə adiləşdi. Sonra bu yaxınlarda barların birində qara dənizli bir qadınla rastlaşdım. Qadın nə qadın? Ağlımı başımdan aldı. Yamanca vuruldum ona. Nalan xanımla birlikdəykən bu kimi getgəlləriniz tez-tez olurdu? Çox olmazdı. Utanmadan çox olmazdı deyir. O vaxt Nalan mənim şahzadəm idi. Ona həm aşiq idim, həm də məftun. Necə gözəl günlər idi. O günləri yada saldıqca niskil dolu bir sevinc üzündə ilişib qalır. Bu adam bu vəziyyətdə Nalandan necə ayrıla bilər? Sevgi bitib desə də, ancaq nədənsə mən elə hiss etmədim. Mən romantik adamam, doktor. Aşiq oldumsa gözüm heç nəyi görmür. Laz qızını görəndə sanki ürəyimə bir ox sancıldı. Məni həm xoşbəxt edəcəyini, həm də arxasınca süründürəcəyini bilirdim.
Bir görsəz necə qısqancdır. Əlindən bir yerə tərpənmək olmur. Gördüm alınmır. Fikirləşdim ki, yaxşısı budur Nalandan ayrılım. Dürüst davrandım ona. Dedim ki, başqasını sevirəm. Bizimki bura qədərdir. Dürüst olmaq mənə baha başa gəldi. Evi başıma uçurtdu. Telefonum susmaq bilmir. Zəng-zəngin dalınca. Mənə bunu necə etdin deyib aləmi dağıdır. Əşi, həyatın da bir sonu var. Bir gün hamımız qara mərmərdən baxacağıq. Sevgi məyər ölümsüzdür? Digər ki, ona izah eləyə bilmədim. Neçə dəfə intihara cəhd elədi. Güya belə şeylərlə məni yolumdan döndərəcək. Dürüstlük nə vaxtdan utanmazlıq, xəyanət, qəddarlıq, xudbinliklə eyni şey olub. Bu necə bir adamdır? Onun üçün hər şey nə qədər bəsit görünür. Evdəki qadın heç səsini çıxartmır. Sənə nə olub özünə əl qatırsan? Özünü nə hesab edirsən? Ola bilməz. Özü də evlidir. Ola bilməz. Hələ üstəlik evlisiz. Allah sizinkiləri saxlasın. 3 qızım var. Həyat yoldaşım Türkan başını aşağı salıb sakit dolanır. Amma bu Laz qızının niyyəti heç xoş deyil. Məni yoldaşımı da qısqanır. Hələ Nalanı bilsə, başıma oyun açar. Evdə həyat yoldaşı, bir tərəfdə ondan ayrılmamaq üçün canına qıyan sevgilisi, bir də yeni sevgilisi. Dünya vecinə deyil. Bunların necə də normal hal kimi danışır. Arvadı başını qapıdan çölə çıxarsa, döyər. Amma özünə hər şey olar. Aman Allah, mən artıq qəzəblənirəm. Əslində bu otaqda mənə danışılan hər şeyi bacardığım qədər obyektiv şəkildə neytral olaraq dinləyirəm. Hətta düşünərkən belə heç kimi heç nəyə görə mühakimə etmirəm. Sadəcə niyə sualını verirəm, görəsən niyə belə edir? Bu adam heç xoşuma gəlmədi. Dəvə kimi bunun da hər yeri əyridir. Gərək onu mümkün qədər tez yola salım. Üzr istəyirəm, adınız nədir? Xeyri. Xeyri bəy, belə başa düşdüm ki, qadınlardan çox çəkmisiniz. Amma bundan heç narazı görünmürsünüz. Narazı deyiləm, ancaq mənim yaxamın alanın əlindən tez alın həkim. Artıq bezmişəm. Dərman verirsiniz ya sakitləşdirici verirsiniz, məni maraqlandırmır. Məndən əl çəksin. İntihar filan eləməklə də məni zibilə salmasın. Oldu Xeyri bəy. Siz Nalan xanıma görə narahat olmayın. Mən onu sakitləşdirmək üçün bir yol taparam. İnamsız nəzərlərlə mənə baxır. Bu dəfə mən də ona baxıram. Otağa girəndən bəri bəlkə də ilk dəfə ona bu qədər diqqətlə nəzər yetirirəm. Onda qəribə bir saxtalıq var. Məni narahat edən də elə budur. İnşallah bir yol taparsınız. Amma necə olsa siz də qadınsınız. Mənə yox, ona haqq qazandıracaqsınız. Onu anlayacaqsınız. Onu bura dinləyib anlamağım üçün gətirməmsiz? Kaş ki bir gün Laz qızını da gətirə biləydim. Onu niyə? İndi Nalanı görəndə bəlkə də ürəyinizdə mənə nifrət oyanacaq. Amma Laz qızını görsəz fikriniz dəyişəcək. Bu əvvəlkilərə bənzəmir. Nalan nəksidir. Nalanla Laz qızı gecə ilə gündüz kimidir. Səhərə kimi qədəh-qədəhə vur ki vurasan. Bu qadın zır dəlidir. Hələ afsiantı bir çağırmağı var ki, ağlımı başımdan alır. Nalan məni pis öyrədib. Necə çağırır ki afsiantları? Alo, deyib qışqırır. Afsiantlar da ondan qorxub çəkinir. Alo, aman Allah, bu adamın indiyə qədər bu otaqda nə işi var? Deməli, alo deyib çağırır. Düzdür, hələ ki Nalan xanımı tanımıram, amma Laz qızı məncə sizə daha uyğundur. Qəfildən qıpqırmızı qızarır. Gözlərindən od tökülərkən dilimdən çıxan bu sözlərə özüm də inana bilmirəm. Adamla bircə dava etmədiyim qaldı. Vay vay. Siz çıxa bilərsiniz, Xeyri bəy. Nalan xanımı çağırın gəlsin. Nəsə söyləmək üçün tərəddüd edərkən gözlərindən püskürən qəzəbi görməmək üçün kör olmaq lazımdır. Bu alçaldılmış bir kişinin qadına qarşı bəslədiyi nifrətdir.
Sürətlə ayağa qalxıb masaya qoyduğu əşyalarını götürür. Əsəbi şəkildə "Nalana çoxlu dərman verin" deyib təlimatlandırmağı da yaddan çıxarmır. Çox şükür, xoşagəlməz bir şey baş vermədən otaqdan çıxdı. Ancaq beynimi məşğul edən düşüncələrdən heç cür xilas ola bilmirəm. O düşüncələrdən biri ən öndə dayanıb, qırmızı işıq kimi yanıb sönür. Ey möhtərəm Xeyri bəy, bunları sən yox, o qadınlardan biri etsəydi, onda necə olardı? Stolumun üstündəki qrafindən bir stakan su içib, özümü ələ almağa çalışıram. Görək, Nalan necə bir qadındır. İllərdir bu adama necə tab gətirib. Aralı qalan qapıdan gələn səsə tərəf başımı qaldırıb baxdığımda Tunanın qoluna girmiş, qəzəbindən az qala yerində dura bilməyən, uşaq kimi başını sağa sola yelləyib, ayaqlarını yerdə sürüyə-sürüyə, ağrı çəkən birinin iniltisinə bənzər səslər çıxararaq mənə sarı gələn qadını gördüm. Bu hərəkətlərin hamısı çarəsizliyin nişanələridir. Adətən körpə uşaqlar belə edir. Anasına fikrini çatdıra bilməyən, tanımadığı bir aləmdə tək-tənha qaldığını düşünüb ölümdən qaçmağa çalışan çarəsiz uşaqlar. Bunlar yetkin insanlara xas davranışlar deyil. Görəsən, niyə bu qədər qorxur? Bu necə bir qorxu, necə bir çarəsizlikdir. Çarəsiz uşağa yaxınlaşırmış kimi astaca yerimdən qalxıram. Heç nə demədən, sadəcə sevgi, qayğı və diqqətlə gözlərinin içinə baxıram. Çünki bilirəm ki, bu dünyada hər bir dərdin dərmanı sevgidir. Elə biçarədir, elə təşviş içindədir ki, deyəcəklərimi eşidə bilməsi qeyri-mümkündür. O indi bütün varlığı ilə qorxuya təslim olan uşaq kimidir. İndi onunla sözlə deyil, yalnız duyğularla danışa bilərəm. Ona sevgi ilə baxdığımı, hərəkətsiz olduğumu, özünün nədənsə qorumağa ehtiyac qalmadığını gördükcə, o da gözlərini mənim gözlərimə dikir. Zərif bir şəkildə təbəssüm edirəm. Onda üzümə daha diqqətlə baxır. Hayqırtıları, çırpınışları azalır. Mən ona sarı getmirəm. Tunanın qolunda özü mənə yaxınlaşır. Gözlərini yumub açır, dodaqları ilə birgə bütün vücudu tir-tir titrəyir. Bu qadın çox qorxub. Amma bu qorxu yeni deyil. Əzəl gündən bəri içində var, yəni ona yad deyil. Nəsə bir şey onun keçmiş qorxularını oyadıb. İllərlə içində boğmağa çalışdığı qorxularını, çarəsizliyi, ölümü. İndi artıq üz-üzəyik. Mən yenə qımıldamadan ehmalca əlimi uzadıram. Nə qədər asta hərəkət etsəm də qorxur. Təbəssümümü bir qədər də artırıram. Onunla danışmağa hazırlaşıram. Ancaq indi nə deyəcəyim yox, necə deyəcəyim əhəmiyyətlidir. Səsimin tonu, danışığımın ritmi layla kimi həzin olmalıdır. Ünsiyyətə başlamazdan əvvəl məndən deyə asta, həzin bir səs eşidilir. Tuna da çaşbaş qalıb. Qadının qolunu möhkəm tutarkən üz-gözü tər içindədir. Ona gözümlə burax, Xeyriyə isə çıx deyə işarə edirəm. Xeyri arxaya baxa-baxa dəhlizdə uzaqlaşarkən Tuna da qadını ehmalca buraxır. Qolları yavaş-yavaş yanına düşdükcə titrəməsi azalır. Hayqırtıları çoxdan susub. Ona doğru uzanan əlim çox yavaş hərəkət edir. Gözünü əlimdən ayırmır. Onu tutmağımdan qorxur. Tutmuram. Əlimlə qoluna yavaşca toxunuram. Qolunu sığallayıram. Sonra eyni hərəkəti digər əlimlə də edirəm. Baxışlarındakı dəhşət sovuşur. Gözləri yumulur. Əzəlləri yavaş-yavaş boşalmağa başlayır. Ağlamaqdan qızaran gözlərindəki dərin, kəskin və qorxu dolu baxışlardan təsirlənirəm. Yamyaşıl gözləri var. İnsanların kədəri daha çox gözlərinin içindən aydın olur və mən o kədəri onun yamyaşıl gözlərində görə bilirəm. Astaca səslənirəm. Nə gözəl gözləriniz var, amma onlar çox kədərli baxır. Layla çalırmış kimi. Nəhayət, ona dediklərimi eşidəcək, anlayacaq vəziyyətdədir. İndi isə onun necə bir yerə gətirdiklərini, mənim necə biri olduğumu ayırd etməyə çalışır. Ancaq bilmir ki, bu otaq əslində onun daha əvvəl gəlməli olduğu bir yerdir və mən onu dinləməyə, anlamağa çoxdan hazıram. Xeyrini anlaya bilməsəm də,
onu anlayacağam. Əllərimi yavaşca yuxarı qaldırıb, gülümsəyərək danışmağa başlayıram. Yaxşı, mən təslim oluram, günahsızam, pis niyyətim yoxdur Nalan xanım. O yenə sual dolu nəzərlərlə mənə baxmağa davam edir. Görürsən necə gözəl olduğunun fərqindədir. Bir qadının gözəl olduğunu bilməsi yaxşı, yoxsa pisdir? Mən uşaq ikən nənəm həmişə gözəlin bəxti olmaz, çirkin ol, bəxtin olsun deyərdi. İllər ötdükcə bu atalar sözünün nə qədər doğru olduğunu gördüm. İnsanı taleyini dəyişən onun gözəlliyi deyil, gözəlliyindən umduğu şeylərdir. Həyatdan və insanlardan nə qədər çox şey umsaq, məyusluq da o qədər çox və dərin olacaq. Gözəllik bəzən insanları xudbinləşdirir, egoist edir. Bəzən də başqalarını asanlıqla alçatmaq imkanı verir. Beləliklə bu avantaj asanlıqla dezavantaja çevrilə bilir və onlar xoşbəxtliyi adam yerinə qoymadıqları çirkinlər qədər dada bilmir. İndi mənə məyus gözlərlə baxan bu dünya gözəli qadın da ümid edək ki, gözəlliyinin qurbanı olmayıb. Yenə gülümsəyərək əlimi ona doğru uzadıram. Əlləri balaca, zərif və baxımlıdır. Dırnaqlarında çəhrayı boya var. Üzük yoxdur. O da mənə təbəssüm etməyə çalışır, amma istəsə belə bunu bacarmır. O qədər kədərlidir ki, ona yer göstərirəm. Buyurun, əyləşin. Kresloya doğru addımlayarkən geyindiyi qara enli və uzun plaşının ətəyi arxaya doğru açılır. Plaşını soyunduqca yenə qara, nazik bir köynək, üstündən geyindiyi uzun jilet, altında isə kurjavalı ətəyi görünür. Ayağında qara, dəri çəkmələr var. Dərisi ağappaqdır. Kürən saçlarını boynunun arxasında toplayıb. Boynuna bağladığı ağ, ipək yaylıq da dalğa-dalğa yerə kimi uzanır. Tuna haqlıdır. Bu qadına mən də kraliçə rolu verərdim. Gözünü məndən ayırmadan kresloda əyləşir. Nə deyəcəyini, sözə hardan başlayacağını bilmədən, əllərini çantasının üstündə çarpazlayıb, gözləyir. Xırda və düz burnu, incə dodaqları var. Alnı biraz ovaldı. Parlaq və çəhrayı dodaq boyası, yaşıl rəngli göz qələmi və açıq yaşıl rəngli göz kölgəsi çəkilmiş makiyajı ilə sanki keçmiş dövrlərin dəbini xatırladır. Dodağının sol üst küncündəki qara xal bu nostalji ab-havanı daha da artırır. Bu gözəl üzün cizgiləri sanki ağır bir yorğunluqla sabitlənib. Özündən danışmağa başlamazdan əvvəl götür qoy edir. Qəribə də olsa, ilk baxışdan insanda inam yaradır. Masama yaxınlaşarkən boynundakı kiçik boyunbağı diqqətimi çəkir. Bu qadının məncə 35 yaşı olar, amma ruhunun daha gənc qaldığına əminəm. Lakin özünə yaxşı baxmaq, yaşlanmamaq kimi bir şey deyil. Daha çox böyüməməyə bənzəyir. Sanki uşaqlıq illərində ilişib qalıb. Bəs onu bu qədər qorxudan nədir? Sanki onu qorxudan şey kənarda deyil, elə bu otağın içindədir. Cildi bir körpə dərsi qədər nazik və bəyazdır. Elə bil illərdir şüşə silindirin içində yaşayıb. Gözəl olan hər şey insanlarda incə bir hörmət hissi yaradır. Mən də ona biraz hörmət, biraz da heyranlıqla baxıram. O da mənə qarşı nəzakətli olmağa çalışır, amma nəzakətində belə narahatlıq duyulur. Gözlərində olduqca saf, məsum bir parıltı var. Dodaqları yavaşca titrəyir. Artıq işə başlamaq vaxtıdır. Xoş gəlmisiniz Nalan xanım. Onun adı dilimdən çıxarkən ağzımda acı bir dad duyuram. İnsanlar adı ilə doğulur və onun adı Nalandır. Yəni ağlayan, inləyən mənasını verir. Elə o da belə edir. Adına uyğun davranır. Ona necə gözəl bir qadın olduğunu deyirəm. Mənim tərif dolu sözlərim onu azacıq sakitləşdirsə də, gözlərindəki qorxunu silə bilmir və qəfildən ağlamağa başlayır. Yolunda bu qədər göz yaşı tökdüyünüz şəxs heç olmasa buna layiqdir? Cavab vermək əvəzinə daha da möhkəm ağlayır. Gözlərini kiçik, ipək dəsmalla silir. Görəsən, üstünə adının baş hərfləri də işlənibmi? Məyusluğu, ümidi, ümidsizliyi, qorxunu izah etmək asan deyil. Necə də incədir. Elə bil həyatı boyu heç belə bir istirab çəkməyib. Bu qadın
ağrı acıya da yadlaşıb. Göz yaşlarını silmək üçün ipək dəsmal kifayət etmədi. Qarşımdakı qutudan bir neçə salfet götürüb ona uzadıram. Titrək əlləri ilə salfetləri götürür. İlahi, bu qadın nə qədər ağlayır. Bu necə bir fəryaddır. Ürəyi necə də od tutub yanır. Ya ayrılıq, ya ölüm fikrini daha çox mahnılarda eşidirik. Deməli, Xeyridən ayrılmaq ona ölümdən də betər gəlir. Ona necə də bağlanıb, sanki ürəyi yerindən qopacaqmış kimi. Bu qədər dərin bir kədərə şahidlik etmək bu peşənin məncə ən çətin tərəfidir. Digər duyğular da insandan insana ötürülür, ancaq belə bir dərdə və kədərə şahid olmaq, şərik olmaq, bölüşmək çox çətindir. Stolüstü lampaların işığında onun için-için hıçqırıqlarını dinləyərək kədərlə ona baxıram. Bu qədər ağladığına görə əslində məndən utanır. Utanmaq nə qəribə bir hissdir. Eyni zamanda necə insani bir davranışdır. Məncə insandan başqa heç bir canlı utana bilmir. İnsanların da hamısı yox, sadəcə müəyyən bir qismi. Yəni utanacaq qədər insan qalmağı bacaranlar bu hissi tanıyır. İndi mən ona utanma, istədiyin qədər ağla desəm, daha çox utanacaq. Yaxşısı budur ki, susub bu kədərə hörmət göstərim. Deyəsən onu başa düşdüyümü, onunla bir yerdə kədərləndiyimi, ona kömək etməyə çalışdığımı hiss etdi. Daha nəsə soruşmağa ehtiyac yoxdur. Yaşadıqlarını mənimlə bölüşməyə hazırdır. Stolumun üstündəki qrafindən bir stakan su süzüb ona təklif edirəm. Əlini uzadaraq götürür, bir neçə qurtum içəndən sonra stəkanı yanındakı masanın üstünə qoyub başını qaldırır. Fikirli-fikirli gözlərimə baxır. Bir-iki dəfə udqunandan sonra sözə başlayır. Xeyri ilə xeyli müddətdir ki, bir yerdəyik. Onu çox sevirəm. O da məni. Həyat yoldaşımdan boşanmışam. Xeyri isə hələ də evlidir. 3 qızı var. Uşaqlarına görə yoldaşından ayrıla bilmədi. Mən də israr etmədim. Uşaqlarının atasız qalmasını istəmədim. Dodaqları yana sarı dartıldıqca yanaqlarındakı batıqlar daha çox nəzərə çarpır. Deməli, Xeyrinin uşaqlarının atasız qalmasını istəməyib. Seçim şansımız hər zaman olmur. Bəzən ən doğru həll sadəcə razılıq nümayiş etdirməkdir. O da deyəsən belə edib. Məni çox sevirdi. Həyatımın ən gözəl illərini onunla keçirmişəm. Bu münasibətin ömür boyu davam edəcəyinə o qədər inanırdım ki. Amma 10 gün əvvəl həyatımda başqa bir qadın var, onu sevirəm dedi. Bir gün qəflətən bax belə dedi. Elə bildim dəli oluram, ağlımı itirirəm. Sonra da bu vəziyyətə düşdüm. Həyatım boyu yüksək səslə danışmadığım halda ağlasığmaz şeylər etməyə başladım. Qışqırıb ağladım, özümü küçələrə atdım. Səhərədək nə özüm yatdım, nə də onu yatmağa qoydum. Mən buna layiq deyildim Gülsəran xanım. İnanın, heç layiq deyildim. Bunları deyərkən bir yeri ağrıyırmış kimi qıvrılır. Səsi də özü kimi ağır, çəkingən, zərif, qəlbə toxunan və kövrəkdir. Onu dinləyərkən kəlmələrin nə qədər aciz, həqiqət adlanan şeyin təbiət etibarı ilə nə qədər əlçatmaz və idarə olunmaz olduğunu, hisslər qarşısında təriflərin, terminlərin kifayət etmədiyini daha yaxşı başa düşürsən. Evli və 3 uşağı olan bir adamla uzun müddətdir birgə yaşayır. Özü duldu. Bəlkə də Xeyriyə görə ərindən boşanıb və günlərin bir günü həmin adam gəlib ona deyir ki, başqa bir qadın var. Artıq onu sevirəm. Vay vay. Mənə xəyanət edən bu adama əslində nifrət etməliyəm. Amma edə bilmirəm. Onu görməsəm, səsini eşitməsəm olmur. Mən onsuz yaşaya bilmərəm, ölərəm. Bunu mənə edə bilməz. Yenə ağlamağa başlayır. Sanki həyata üsyan edir və bu fəryad olduqca səmimidir. O ağlayarkən çəkdiyi əzabı mənə də ötürə bilir. Qarşınızda ağrıdan, istirabdan qıvrılan birini təsəvvür edin. Ona baxırsınız, ancaq əlinizdən heç bir şey gəlmir. Güya illərdir bu işin peşəkarıyam. Eşq bəlasına düçar olan çox adam görmüşəm, eşitmişəm, amma heç biri mənə bu qədər təsir etməyib. Çünki heç biri bu qadın qədər əzab çəkmirdi. Eşq insanı qanadlandırıb
göylərə qaldırdığı kimi incidə də bilir, bunu bilirəm. Bu qadın isə tamam fərqlidir. Bu necə sevgidir axı? Bəzi qadınlar asanlıqla əldə edə bilməyəcəklərini düşündükləri, gözlənilməz davranışlara malik, insanda inam yaratmayan, xəyanətə və qaranlığa meyilli kişilərə maraq göstərir. Belə qadınların problemi kişilərlə deyil, bu qaranlığı arzulayan öz daxili dünyaları ilə bağlıdır. Yəni problem özlərindədir. Bəlkə Nalan da onlardan biridir. Hərçənd ki, bayaq xeyrini görmüşəm. Heç də çətinliklə əldə edilən birinə oxşamır. Nalanın arxasınca illərlə süründüyünü bayaq özü danışdı. Həm də aralarında hər cəhətdən xeyli fərq var. Nalan təhsilli, mədəni, ziyalı ailədə böyümüş bir xanım. Xeyri isə başqa dünyanın adamıdır. Başqa dünyanın adamı, eləmi? Bu dəfə də ona qarşı ayrı seçkilik edən adam mən oldum. Ay səni, bu işdə nəsə var, amma hələlik bunun nə olduğunu anlamıram. Məni dəli kimi sevirdi. O vaxtlar bunu mənə gündə ən azı 100 dəfə deyirdi. Mənsiz nəfəs ala bilmirdi. Ona inandım. Hələ də inanıram. O mənsiz yaşaya bilməz. Bəlkə də məni incitmək, sınamaq üçün belə edir. O məndən ayrıla bilməz. Həyatımızla bağlı planlar qurarkən, həyat da öz qurduğu planlarla məşğuldur. Deyəsən bu hekayədə də belə olub. Həyatın planları hər zaman real, bizimkilər isə çox vaxt sadəcə xəyaldan ibarət olur. Bu xəyallardan hansı həyatın planları ilə üst-üstə düşəcək, bunu bilmirik. Deməli, Nalanda da belə olub. Reallığı görməyə nə cəsarəti var, nə də gücü. Ruhu necə də kövrəkdir. Çətinliklərin öhdəsindən gəlmək əvəzinə özünü öldürüb qurtulmağa çalışır. Mübarizə aparmaq əvəzinə qaçmağı seçir. Bir insan üçün sadəcə gözəl olmaq kifayət deyil, Nalan. İndi əlinə qılınc götürüb döyüşmək vaxtıdır. Amma sənin əllərin deyəsən heç vaxt qılınc tutmayıb. Döyüşməkdə də naşısan. İndi sənə qılıncı uzadacağam. Görək, tuta biləcəksənmi? Nalan xanım, deyəsən gözləmədiyiniz bir anda ağır zərbə almısınız. Təəccüblənməkdə, kədərlənməkdə haqlısınız. Görürəm ki, Xeyri bəyi çox sevirsiniz. O da sizi buraya biraz sakitləşə bilməyiniz və intihar fikrindən daşınmağınız üçün gətirib. Ancaq psixiatriya insanları sakitləşdirməkdən daha artıq işlər görə bilir. Gözlərində qeyri-müəyyən bir işartının yarandığını sezirəm. Ağlamaq və fəryad səsi birdən kəsilir. Otaqdakı kədər bir andaca yox olur. Ağrıların kəsildiyini, bir anlıq da olsa dindiyini görürəm. Diqqətlə məni dinləyir. Sözlərimdə ümid işığı var və o bu ümiddən var gücü ilə yapışır. Deməli, o qədər də naşı deyil. Bəli, öz rahatlığı üçün məni buraya gətirib, məndən tez bir zamanda xilas olmaq istəyir. İllərlə davam edən münasibət qəfildən bitirsə və bu qərarı tərəflərdən biri verirsə, o qərarı verən də ən azı sizin qədər təsirlənir. Amma siz belə etməklə onun işini asanlaşdırırsınız. Çünki siz bu qərara israrla etiraz etdikcə, qarşı tərəf sizinlə məşğul olduğundan öz hisslərinə nəzər salmağa fürsət tapa bilmir. Belə olan halda sizdən canını qurtarmağı birmənalı olaraq qəti hədəfə çevirir. Gözlərini zilləyərək mənə baxır. Söylədiklərim onun düşündüklərindən fərqlidir. Mənə inanmaqda və etibar etməkdə çətinlik çəkir. Onu bura zorla gətiriblər. Yaxşılaşmaq, sakitləşmək istəmir. Çünki Xeyrini bununla, qışqırıb bağırmaqla, isterika ilə əlində saxlamağı bacarır. Onu itirmək istəmir. Ancaq deyəsən, bunun altında daha böyük qorxular yatır. Deyəsən elədir. Uzatdığım qılıncı tutdu. Onun hər şeydən əvvəl həyatdan qorxmaması lazımdır. Özünə inanmağı, azacıq dik durmağı öyrənsə, hər şey daha asan olacaq. Ancaq digər tərəfdən də fikrim Xeyrinin yanında qalıb. Evlidir və 3 uşağı var. Yoldaşını Nalanla aldatmağı azmış kimi, indi də həyatında 3-cü qadın var. Bu adam nə etməyə çalışır? Həyata bu qədər səthi yanaşanda əslində hədəfdə özü olduğunu anlamır görəsən. Biraz Xeyri bəydən danışın. Xeyri adı gələn kimi
gözlərinin içi parıldayır. Bu adamı nə qədər çox sevir. Laz qızı da onu çox sevir. Nə bilim vallah. Xeyri məndən 7 yaş kiçikdir. Mənim 45 yaşım var, onun isə 38. Aman Allah, deməli 45 yaşı var. Ona heç bu yaşı vermək olmur. Mən onu Xeyridən cavan bilirdim. Xeyri ilə eyni şirkətdə işləyirdik. Mən interiyer dizayneriyəm. Evdən işə, işdən evə tələsən, başı aşağı, qurduğu ailədə axtardığını tapa bilməyən bədbəxt bir qadın idim. Ailə münasibətində axtardığınız nə idi? Hamının axtardığı. Sevgi, diqqət. Ərimin məni çox sevməyini istəmişdim. Ən çox da bunu istəmişdim. Amma olmadı. Əri tərəfindən sevilməmək bir qadın üçün necə də ağrılıdır. Bunu bildiyi halda xoşbəxt ola bilən qadın varmı bu dünyada görəsən? Aydın, yəni həyat yoldaşım məni sevməsəydi, mən indiki mən ola bilərdim. Bunu düşünmək belə insanı incidir. Bu çox ağır bir cəzadır. Ərinizi sizi sevməyini istəmişdiniz. Bəs siz onu sevirdiniz? O məni sevsəydi, bəlkə mən də onu sevərdim. Bu dəqiq bir cavab olmadı. Evlənməmişdən qabaq ərinizi sevirdiniz? Düşündüm ki, məni sevər, çünki o vaxtlar sevirmiş kimi davranırdı. Yəni, nə onun sevgisindən əmin idiniz, nə də öz sevginizdən. Bilmirəm, çox həyəcanlı günlər idi. Həyatımda ilk dəfə bir oğlanla görüşürdüm. Mənimlə maraqlanır, tez-tez zəng edir, hədiyyələr alırdı. Üstəlik bunları edərkən özümü günahkar hiss etmirdim. Ailəm buna icazə verirdi. Maraqlı sözlərdi. Bu qadının necə bir keçmişi olub? Görəsən gənclik illərində gizli görüşdüyü, sevməsə belə xoşuna gələn kimsə olmayıb? Dağ başında yaşayıb? Əvvəllər belə şeylər həyatınızda olmamışdı? Yox, olmayıb. Mən təbiət etibarilə qapalı insanam, amma cəmiyyət içində fərqliyəm. Əgər işin içində çirkab yoxdursa, hamıya qarşı səmimi və mehribanam. Çirkab? Yəni eşq, məhəbbət filan. Sevgiyə çirkab deyir. Ancaq bayaq sevgiyə görə özünü öldürəcəyini deyirdi. Sevgiyə çirkab deyən birini ilk dəfədir görürəm. Əgər belədirsə, onda bu qadın boğazına qədər çirkaba bulaşıb ki. Bunu mən demirəm, özü deyir. Qəribədir. Tam başa düşmədim. Sizcə aşiq olmaq pis bir şeydir? Düşüncələrim qarmaqarışıqdır. Nə dediyimi bilmirəm. Evlənməmişdən qabaq belə şeylər mənə qadağan olunduğu üçün o vaxtlar bunu ayıb bilirdim. Ailəmin qayda qanunlarına tabe olmaq, onlara xəyanət etməmək üçün əlimdən gələn etdim. Sevgini ailəyə xəyanət kimi qəbul edir. Bəs onda indi etdiyi nədir? Evli və 3 uşaqlı bir adamla 7 ildir münasibətdədir. Zənnimcə ərindən də bu münasibət səbəbindən ayrılıb. Cəmiyyət əsl xəyanəti bunda görür. Onun doğru bildikləri də çox fərqlidir. Belə bir qadın Xeyri kimi bir adamı bu cür sevirsə, əminəm ki, bunun dərinliyində mənim hələ bilmədiyim çox şeylər var. Fərqli bir həyat hekayəsidir. Bütün bunların mütləq bir səbəbi var və mən o səbəbləri tapmadan, görmədən, dərk etmədən bu tapmacanı həll edə bilmərəm. Həyəcanlanıram. Deməli, ailəniz sevgi üzərində qurulmayıb. Həyatın sizin qarşınıza çıxardığı ilk yolla getmisiniz. Eyni ilə belə oldu. Ancaq xoşbəxt və həyəcanlı idim. Uzun zamandır bir kişi tərəfindən çox sevilmək, özümü dəyərli hiss etmək kimi xəyallar qururdum. Bir oğlanın məni çox sevəcəyinə inanmasam da, bunu hədsiz çox istəyirdim. Sədat da, yəni ailə qurduğum oğlan, bu xəyallarımı artırırdı. Külfət içinə gəlin gedirdim. Bu xoşuma gəlirdi, çünki tənha bir ailədən çıxmışdım. Necə yəni? Hələlik bu mövzuda danışmaq istəmirəm. Deməli, problemi ortaya çıxaracaq cavablar bu mövzunun içində gizlənib. İndi olmasa da bir gün mütləq. Yaxşı, sonra nə oldu? Xəyallar da özünə dayaq axtarır. Bir ümid, azacıq bir işıq. Sədat mənə bu işığı göstərmədi. Eyni evdə yaşayan 2 yad insan kimi idik. Ailəsi də olmasaydı, özümü o evdə tamamilə tənha hiss edərdim. Sədatla necə tanış olmuşdunuz? İşlədiyim şirkətin rəhbəri Rafət bəy idi. Rafət Koroğlu. Sonradan mənim qaynatam oldu.
Rafət Koroğlunun gəlini olmusunuz? Bəli, onu tanıyırsınız. Onu kim tanımır ki? Qəzetlərdə, televiziyada tez-tez görürük. Demək siz onun gəlini olmusunuz. O vaxtlar hə. Beynim dumanlandı. Tanınmış iş adamı Rafət Koroğlunun gəlini olmağa can atan saysız hesabsız qız var. İndi isə Xeyri kimi bir adamın yolunda ölməyə razıdır. Sən belə bir ailədən çıx, gəl Xeyriyə vurul. Bu qadın bir azadlıq qəhrəmanıdır, yoxsa nə etdiyini özü də bilmir. Əvvəl o toyu, sonra da boşanma xəbərini qəzetlər aylarca tirajladı. Televiziyalardakı proqramlarda bu ayrılıq xəbəri geniş şəkildə işıqlandırıldı. Sən demə bu hekayənin qəhrəmanı Nalan imiş. Sədatla iş yerində tanış olmuşduq. Atasının şirkətində dekorasiya şöbəsi Sədata həvalə edilmişdi. Bir müddət dostluq etdik. Elə bu dostluğun da memarı Sədat deyil, Rafət bəy imiş. Məni oğluna o tövsiyə edibmiş. Bizim ailəmiz də razı idi bu izdivaca. Beləcə evləndik. Dillərdə dastan olan bir toyunuz olubmuş. Ailəsi belə şeylərə maraq göstərirdi. Sizə xoş deyildi ki? Düzdür desəm, çox xoş idi. O vaxtlar özümü bir nağıl qəhrəmanı kimi hiss edirdim. Jurnalistlər, müxbirlər əl çəkmirdilər. Nə etsəm böyük söz-söhbətə çevrilirdi. Nə isə səhv edərəm deyə çox qorxurdum. Digər tərəfdən də sevincdən yerə göyə sığmırdım. Ailə böyük idi. Qaynanam Gülümsər xanım, mənə həmişə sarı gəlinim deyən qaynatam Rafət bəy, Suat və onun əkiz qardaşı Müzəffərlə bir evdə yaşayırdıq. Niyə hamı bir evdə? Niyə sizi başqa evə köçürmədilər? Əslində evlərimiz ayrı idi. Onsuz da inşaat sektorunda idilər. Özlərinə elə bir ev tikmişdilər ki, otaqlar həm ayrı idi, həm də ortaq hissələri var idi. Şam yeməyi hər zaman o ortaq məkanda yeyilirdi. Evdəkilərin hər birinin fərqli xarakteri və fərqli problemləri vardı. Hamısı çətin xarakterli insanlar idi, ancaq onların heç biri ilə problemim olmayıb. Fəqət eyni səmimiyyəti ərimdən görməmişəm. Onu yola gətirməyi, mənimlə maraqlanmasına nail olmağı bacarmadım. Çox səy göstərdim, ancaq inandırım sizi, bacarmadım. Onu həmişə qapıda qarşılayır, daima baxımlı olmağa diqqət yetirir, gülər üz göstərirdim. Xidmətçilər ola-ola onun qulluğunda özüm durar, bir dediyini iki etməz, sevdiyi yeməkləri bişirtdirər, hərdən hirslənsə belə cavab qaytarmazdım. Bunların heç biri onu qane etmədi. Etməz axı. Kişilər həm bütün bu xidmətləri istəyir, həm də qarşısında ünsiyyət qura biləcəyi şən, gümrah, hərdən onlarla dalaşıb küsən, onları həyata bağlayan güclü qadınları sevir. Bu kişi tayfası da nə çox şey istəyir bizdən. Uşağınız yoxdur, eləmi? Yox, əslində bir uşağımız oldu, amma vaxtından əvvəl doğuldu. Qaynatam bütün həkimləri səfərbər etsə də alınmadı. Oğlumuz 3 gün sonra vəfat etdi. Məyus oldum. Bir ana üçün çox ağır dərddir. Bir ana üçün, eləmi? Bu necə bir cavabdır? Ana sözünü xüsusi vurğuluyur. Görəsən niyə? Çox çətin günlər idi. Biraz da bu hadisədən sonra münasibətimiz pozuldu. Niyə? Onlar mənim tez bir zamanda yenidən sağlam bir uşaq dünyaya gətirməyimi istədilər. Hətta bu məsələdə çox israr etdilər. Ancaq mən o vaxt buna hazır deyildim. Çox qorxurdum. Qorxurdunuz? Yenə itirməkdən? Bilmirəm, uşaq öləndən sonra 6 ay çox çətin günlər yaşadım. Otağımdan çıxmaq istəmirdim. Doğuş travması keçirmisiniz yəqin. Getdiyim psixiatr da elə demişdi. Müalicə ilə sağaldım, amma mövcud reallıqlar dəyişmədi. Sədat elə həmin Sədat idi. O vaxtlar dərd çəkdiyimi zənn edirdim. Sən demə onlar heç nəymiş. Dərd çəkməyin nə olduğunu indi anlayıram. Xeyri olmadan yaşaya bilmərəm mən Gülsəran xanım. Mövzunu yenidən bugünlə, Xeyri ilə əlaqələndirir. Ondan başqa bir şeydən danışmağa taqəti də yoxdur. Sevgi belə bir şeydir. İnsanın ağlını başından alması azmış kimi başqa bir şey düşünməyə də rüsxət vermir. Beyni də, qəlbi də sevgi ilə zəbt olunub. Sevgi alüdəçisinə çevrilib. Yağışlı bir axşam idi. Yağışlı bir axşam idi deyib susur. Yenə sevgidən danışacaq. Sevgi barədə dinləmək o qədər gözəldir ki. Deməli, yağışlı bir axşam idi. Bizdə də elə idi.
Yağışlı bir axşamda biz Aydınla Bağçalı Evlər küçəsində gəzişirdik. Yenə oradan-buradan danışa-danışa, başımıza damcılayan yağış damlaları bizi bir-birimizə xeyli yaxınlaşdırmışdı. Mən islanmayım deyə Aydın əynindəki qara plaşı ilə məni bürümüş, yaşıl gözlərini gözümə zilləmişdi. Danışmasa da gözlərini məndən ayırmırdı. Necə gözəl idi Aydının gözləri. O gün bazarı gəzib alış-veriş edən, bir-biri ilə danışarkən şən, həyat eşqi ilə dolu qadınlara baxdıqca özümü çox pis hiss etmişdim. Çünki bir gün əvvəl doğum günüm idi və həyat yoldaşım çox vaxt olduğu kimi doğum günümün vaxtını unutmuş, məni yenə görməzdən gəlmişdi. Yox sayılmaq, həm də həyat yoldaşı tərəfindən. Əslində yox sayılmaq uşaqlıq dövründəki təhlükəli bir duyğudur. Valideynləri, xüsusən də anası tərəfindən laqeydlik görən, kifayət qədər qayğı və diqqət görməyən uşaqlar bunu anası tərəfindən verilən sən yoxsan mesajı kimi qəbul edir. Beləliklə, anaları tərəfindən bu mesajı alan uşaqlar böyüdükdən sonra bu cür mesajlara qarşı çox həssas olurlar. Diqqətin hər zaman onların üzərində olmasını istəyir, olmayanda isə çox inciyirlər. Bir qismi də tamamilə həyatdan küsür. Nalanın uşaqlıq dövründə belə bir mesaj varmı görəsən? Beləcə həmin axşam Xeyri həmişə olduğu kimi məni oradan götürüb evə aparırdı. Gözlərim dolmuşdu, öz günümə ağlayırdım. Bu dünyada nə qədər tənha idim. Ətrafımda hamı məni xoşbəxt hesab edirdi. Mən həmişə belə yalqız yaşayacağam. Sevənim, sahib çıxanım olmayacaq. Bu cəza nə vaxt bitəcək? Mən ölmədən bu dünya mənə qucaq açmayacaqmı? Elə həmin gün üzümdəki maska yırtıldı. Hönkürtü ilə ağlamağa başlayanda Xeyri çox narahat oldu. Əvvəlcə nə edəcəyini bilmədim. Sonra isə məni bu vəziyyətdə evə aparmaq istəmədim. Tanımadığım çox uzaq bir yerdə maşını saxladım. Bir göl kənarında maşından düşdük. Bir neçə masası olan, ortada sobası yanan bir yerdə birlikdə çay içdik. Heç nə demədən, sadəcə baxışları ilə məni sakitləşdirdi. Yağışa baxın, necə gözəl yağır, dedi ancaq. Lakin gözlərindən püskürən alov ürəyimə toxtaqlıq verdi. Ah, bu yağış, deyirəm öz-özümə. Mən də yağışı çox sevirəm. Onda həmişə sehirli nəsə kəşf edirəm. Bir tərəfdən yağış, digər tərəfdən də gözlərindəki alov. Daha nə olmalıdır ki? O gündən sonra Xeyrinin gözlərindəki od mənim ürəyimə düşdü. Amma bu elə bir od idi ki, məni yandırmadı, isitdi. Ertəsi gün səhər yuxudan duranda özümü daha yaxşı hiss edirdim. Xeyri heç yadıma da düşmürdü. Qaldığım yerdən həyatıma davam edirdim. Evdə onsuz da problem bitmək bilmirdi. Sədat həmin Sədat idi. Ancaq deyəsən, mən dəyişmişdim. Xeyri həmişə olduğu kimi ətrafımda idi. Mənə qarşı hər zaman olduğu kimi çox mədəni və qayğıkeş davranır, ürəyimin sıxılıb-sıxılmadığını bilmək üçün gözünü məndən çəkmir, eyni zamanda narahat etməməyə də diqqət yetirirdi. O bizim işçimiz idi. Onsuz da nə o mənə, nə də mən ona başqa gözlə baxa bilərdik. Bu vəziyyət mənə rahatlıq verirdi. Mənim kimi bir insan üçün bunlar çox həssas mövzulardı. Mənə görə ailəli bir qadının başqa kişi ilə nəinki münasibətdə olması, hətta bunu ağlından belə keçirməsi böyük qəbahətdir, günahdır. Bu dediklərimdən sonra yəqin ki, ürəyinizdə nələr düşünürsünüz? O belə dedikdə bir anlıq duruxub düşünürəm. Doğrudan da ürəyimdən nələr keçir? Heç nə. Sadəcə saf, təmiz, həyəcan dolu bir sevgi hekayəsi dinləyirəm. Bir də Aydının parlaq gözləri. Hal-hazırda sadəcə sizi dinləyib başa düşməyə çalışıram Nalan xanım. Sədat bəy necə bir insan idi? Fərqli bir adam idi. Atasından qorxurdu. Ona görə evdə bizim yanımızda ağzına su alıb otururdu. Atasından niyə qorxurdu? Qaynatam çətin adam idi. Səsini qaldıranda az qalırdı ev başımıza uçsun. Ən çox da Sədata hirslənirdi. Niyə başqasına yox, məhz ona? Sədat evin ilk oğlan övladı idi. O doğulanda bütün ailə həyəcanlanıb. Çox seviniblər, qurban kəsiblər. Gülümsər xanım da onu çox sevir. Amma sonra ümidlərini doğrultmadığına görə Suat Koroğlunun sağ əli olub. Sədat da beləcə nüfuzdan düşüb. Sevməyi də unudub. Sevməyi də unudub, hə? Hə, Sədat mədəni, kübar bir insan idi. Evdə yox, xüsusilə dostlarının yanında başqa adam olurdu. Dil boğaza qoymadığını, qəhqəhə ilə güldüyünü, zarafatlaşdığını ancaq oralarda görürdüm.
İş yerində isə sakit, az danışan, insanlarla məsafəli davranan biri idi. İşə heç vaxt ciddi yanaşmaz, fikri zikri çöldə bayırda dostlarının yanında idi. Bir də pal-paltar, bahalı brendlər, lüks avtomobilləri çox sevirdi. Çox yalan danışırdı. İşi gücü atasını aldatmaqdan ibarət idi. Çünki qaynatan bu qədər sərvəti olmasına baxmayaraq çox simic insan idi. Bu vəziyyət mənə də çox gülməli gəlirdi. Pul sağa sola necə gəldi xərclənirdi, amma o evdə lazım olmadan yanan işığın, mətbəxdə atılan yeməklərin hesab kitabını aparırdı. Uşaqları dəbdəbəli həyat yaşayır, amma bunu həmişə atalarından gizlədirdilər. Sədat onsuz da kədəri, sıxıntını sevməyən, heç kimə faydası olmayan, hər məsələdə aradan çıxmağın yolunu axtaran biri idi. Bu işdə məndən də tez-tez istifadə edir. Atam səni çox istəyir, bu işi yoluna qoy deyib, mənim üstümə atırdı. Təkcə məni yox, heç kimi sevmirdi Sədat. Mən onun gözünə girməyi, özümü sevdirməyi heç cür bacarmadım. Bu qadın sevilmək istəyir. Hamı sevilmək istəyir, bu çox təbiidir. Amma naləmdə bu fərqlidir. Sanki bir ehtiyac kimidir. Gözlərini yerə tikib yenə utanır. Bu qadın özü haqqında danışmaqdan utanır. Görəsən niyə? Sizcə Xeyri məndən ayrılacaq, məni tərk edib başqa qadının yanına gedər? Fikri ancaq Xeyrinin yanındadır. Bəs siz bu barədə necə düşünürsünüz? Məncə tərk etməz. Amma etsə necə olacaq? Etsə necə olar? Ölümə bərabər bir şey. Xeyri onun üçün həyat deməkdir. Ah Xeyri, ah! Mən sussam, qalxıb gedəcək və bir daha bura gəlməyəcək. Bəli, özü də belə deyir. Ancaq bəzən nə etdiyimizi özümüz də bilmirik. O bilir, mən bilmirəm. Ancaq o bilir. Mən bu günə kimi nəyi bilmişəm ki, bunu da bilim. Niyə belə deyirsiniz ki? Siz savadlı, iş güc sahibi, eyni zamanda çox gözəl bir qadınsınız. Sevilmədikdən sonra bunların nə mənası var ki? Bu dünya məni sevmədi Gülsəran xanım. Sevmədim. Bunları deyərkən ağlamır. Amma kaş ağlayaydı. Çünki bəzən ağlamaq onun gözlərində gördüyüm bu acı kədərdən daha az incidir insanı. Niyə bu qədər tənhadır? Niyə bu dünyada sanki heç mövcud olmamış kimi danışır? Bu necə bir sevgi, bu necə bir kədərdir? Sonra gözlərini divardan asılmış, pasiyentlərimin xüsusən də öz daxili dünyalarından danışarkən baxmaqdan zövq aldıqları Mona Lisa portretinə zilləyir və danışmağa davam edir. Xeyrinin sevgisindəki şiddət və mənə olan bağlılığı o qədər dərin və həqiqi idi ki, sanki qarşımda diz çöküb yalvaran bir cəngavər var idi. Məndən 7 yaş kiçik olduğunu bilir, mənə bir şəhzadə, kraliçə kimi davranır, demək olar ki, sitayiş edirdi. Bütün bunlar məni çox həyəcanlandırmışdı. O günə qədər ərimdən ayrılmaq, başqa bir kişi ilə münasibət qurmaq ağlımdan belə keçməmişdi. Belə bir şeyi nəinki etmək, hətta ağlından belə keçirən ən son qadın olaram. Bunları düşünmək belə mənim üçün çox böyük ayıb, eyni zamanda ən böyük günah və qəbahət idi. Ancaq onun baxışlarından yayılan alov bütün vücudumu yandırıb yaxır, nəsə düşünməyimə mane olurdu. Bu alovun nə olduğunu uzun müddət anlaya bilmədim. Təbii ki, mənim kimi bir qadın bunu anlaya bilməzdi. Ancaq get-gedə bu od məni daha çox yandırırdı. Aylarla səhrada gəzib, suzluqdan yanıb qovrulan birinin fantam vuran suyu görməsi kimi bir şey idi bu. Bu odun adı hər nə idisə, məni çox dəyişdirmişdi. Güzgüdə özümə baxanda bunu müşahidə edirdim. Mənim də gözlərimə işıq gəlmişdi. Görürsən, bu işığı təkcə mən görürəm düşüncəsi ilə tez-tez Sədatın gözlərinin içinə baxır, bu işığı ərim də görürmü deyə öz-özümdən soruşurdum. Sevgini bundan daha gözəl təsvir edən biri varmı görəsən? Amma mən o işığı tanıyıram. Aydının gözlərində görmüşdüm onu. İlk vaxtlar içimdəki bu alov fırtınasından Xeyrinin də xəbəri yox idi. Yenə tez-tez eyni yerlərdə olurduq, maşınla harasa gedib gəlirdik. Amma mən özümü o yerə heç qoymur, başımı belə qaldırmırdım. Bu mənə kifayət edirdi. Həm ərimin ailəsi ilə, həm də işdəki dostlarımla münasibətim əvvəlkinə nisbətən daha yaxşı idi. Getdiyim dərnək iclaslarından bezmir, həyatdan daha möhkəm yapışırdım. Dəyişməyən yeganə şey Sədatla olan münasibətim idi. Yataqda ona qısılır, deyib gülürdüm, amma ondan bir qarşılıq görmürdüm. Onun fikri
atasından gizli alacağı lüks avtomobillərdə, Türkiyəyə gəlib çıxmayan, heç kimdə olmayan geyimlərdə, ayaqqabılarda, atasından eşitdiyi tənələrdə idi. Ən qısa zamanda da övlad sahibi olmağı gözləyirdi. Əslində uşaq onun vecinə də deyildi. Onun dərdi Koroğluya bir oğlan nəvəsi hədiyyə etmək idi. Bugünə qədər heç bir işə yaramamış, atasının gözünə girə bilməmişdi. Əgər bir uşağı olsa, bəlkə də atası ona əvvəlki kimi pis davranmaz, ailədəki nüfuzu artardı. Lakin yenə də gecələr çox vaxt dostları ilə birlikdə klublarda olur, içki içib qumar oynayırdı. Necə bir qumar? Bilmirəm, mənə o kluba heç vaxt aparmayıb. Ora deyəsən ancaq müəyyən insanların girə bildiyi qeyri-qanuni bir yer idi. Ora getdiyini atasından gizlədirdi. Orada uduzduğu pulları da. Çətinliyə düşən kimi anası həll edirdi. Bir yol tapıb o borcları bağlayırdılar. Sədatla münasibətinizin qaydasında olmamasından ailə xəbərdar idi. Hə, bilirdilər, başda qaynatam olmaqla hamı münasibətimizi yoluna qoymağa çalışırdı. Necə? Qaynatamın işi gücü ancaq insanların üstünə qışqırmaq idi. Tez-tez, yoldaşına, sarı gəlinə diqqət yetirmirsən, bunun cəzası ağır olacaq, deyib Sədata hədələyirdi. Əslində o belə etməklə məni qorumağa çalışırdı. O müdaxilə etməsəydi, mən Sədatdan boşana bilməzdim. Necə yəni? Bunlar geniş mövzulardır Gülsəran xanım. Siz mənə Xeyridən danışın. O nə edəcək? Çıxıb getsə, mən nə edəcəm? Bundan danışın. Yenə gəldik Xeyriyə. Nə söyləyəcəyimi bilmirəm. Ona təsəlli verməyimi, narahat olma, heç yerə getməz deməyimi, onu uşaq kimi ovundurmağımı gözləyir. Mən axı bunu edə bilmərəm. Bir psixiatr bunu edə bilməz axı. Nalan xanım, gəlin tələsməyək. Mən sizin hər ikinizlə yenidən görüşmək istəyirəm. Amma Xeyri bəyi çox sıxışdırmayın. Ona gündə 100 dəfə zəng etməkdən əl çəkin. Ona biraz vaxt verin. Düşünmək üçün, etdiklərinin fərqinə vara bilməsi üçün zamana ehtiyacı var. Xeyri ilə də görüşəcəksiniz? Necə də sevinir. Mənim Xeyri ilə görüşməyim belə onun üçün bir ümiddir. Mən isə Xeyri ilə görüşməyə çox da həvəsli deyiləm. Amma deyəsən, görüşməli olacam. Niyə də yox, onu da tanısam, dinləsəm daha yaxşı olmazmı? Olar, çox yaxşı olar, çox minnətdaram. Sonra da oturub nə edəcəyimizi birlikdə düşünək. Bu cür uzun müddətli və sevgi dolu münasibətlərə düşünüb daşınmadan nöqtə qoyula bilməz. Amma siz hər şeydən əvvəl biraz sakit olun. İntihara cəhd eləməyə filana da ehtiyac yoxdur. Bu sizin kimi cəsur bir qadının edəcəyi şey deyil. Mən sizə əlimdən gələn qədər dəstək olmağa çalışacağam. Razılaşdıq? Yaxşı, siz necə deyirsinizsə elə olsun. Elə isə sizə bir sual verim. Bu ərəfədə istifadə etmək üçün hər hansı bir dərman verməyimi istəyirsiniz? Yox, dərman filan istəmirəm. Necə istəyirsiniz? Yəni deyirəm ki, bu ərəfədə biraz gərginsiz. Beyniniz yüklənib, heç olmasa gecələr rahat yatmağınız üçün təklif etdim. Amma siz istəmədən mən sizə dərman vermək fikrində deyiləm. Qısa bir tərəddüddən sonra ağzını büzərək soruşur. Bu dərman mənə çox yuxu gətirəcək? Əslində məqsədim ona dərman vermək deyil, etibarını təzələməkdir. Deməli mənə inandı. Bu çox yaxşıdır. Bütün bunların öhdəsindən gələ bilməyim üçün ən çox ehtiyacım olan şey inamdır. Bu dərmanın yarısını axşam yatanda atın ki, gecəni rahat yata biləsiz. Tez bir zamanda sizi yenə gözləyəcəm. Söylədiklərimi əsla unutmayın. Bacarmadım, özümü saxlaya bilmədim kimi sözlər də olmasın. Nə demişəmsə, o da olacaq. Sizə inanıram. Bu işin öhdəsindən gəlmək üçün mənə biraz vaxt verin. Bir universitet tələbəsi, utancaq bir gənc qız kimi, zərif hərəkətlə əlimi sıxıb, yenə asta hərəkətlərlə otaqdan çıxır. Çıxarkən sanki gözləri ilə mənə yalvarır. Kömək elə, məni xilas et deyir. Beşiyində çırpınaraq ağlayan bir körpənin kömək harayına bənzəyir. İmdad istəyən birinə kömək etməmək olarmı? Düşünürəm, görəsən Nalan aşiq olmaq üçün niyə Xeyri kimi bir adamı seçib? Əslində o seçməyib. Qarşısına çıxan və onu çox sevdiyini söyləyən ilk kişiyə aşiq olub. Ancaq səhv etmirəmsə, Xeyri qadınlar tərəfindən hər zaman arzu olunan, bəyənilən bir kişidir. Axı başqa kişilərdə olmayan nə var onda? Bir qədər düşündükdə tapıram. Kişilər ümumən daha həlim, həssas olurlar. Qadınlar isə daha çox istəkli və cəsurdur. Bu qadın Xeyrinin vəhşi və cilalanmamış hisslərini sevir deyəsən.
Nalanın çıxmağı ilə Tuna əlində bir stakan çayla içəri girir. Çayı ehtiyatla masamın kənarına qoyduqdan sonra gülərək üzümə baxır. Bu Nalan xanım nə çox içəridə qaldı. Girməyi ilə çıxmağı bir olar deyə düşünmüşdük. Ən çox da Xeyri bəy bu işə matməhəttəl qaldı. Zalda elə hey deyinirdi. Nə deyirdi? Gəlmərəm deyəndən qorxmaq lazımdı. Həkim məni heç 5 dəqiqə dinləmədi. Nalan isə ona deyəsən bütün həyatını danışır. Bir halda ki, həkimlə danışmağa bu qədər həvəsli idin. Məni niyə bu qədər yorurdun ay qadın? İşim gücüm tökülüb qalıb. Tez bazar həkim ona nə dərman verir versin, çıxaq gedək, deyə deyinirdi. Hətta Nalanı sizin yanınızda da qışqırıb bağıracağını, səsküy salacağını düşünürmüş. Nəysə, Nalanın içərdən sakit halda çıxması onun da xoşuna gəldi. Əvvəlcə növbəti görüş vaxtını təyin etdilər, sonra da 40 dəfə təşəkkür edib getdilər. Yeni bir pasiyentimiz var, amma o da çox qəmgindir. Cavan oğlandı. Onu da ailəsi bura zorla gətirib. Əgər yeznəsi yanında olmasaydı, bu dəqiqə qaçıb gedərdi. Bugün bəxtimizə zorla gətirilənlər düşüb Tuna. Deyəsən elədi, biraz dincəlmək istəyirsiniz, yoxsa qonağımızı indi çağırım. Onsuz da görüş saatlarını sürüşdürdük. Çağır gəlsin. Bayram 22 yaşlı, qarayanız bir oğlandı. Şərq bölgəsindən olan bir ailənin oğludur. Liseyini bitirib, hərbi xidmətə gedib. Qaydanda ailəsi onu işə düzəldib. Qısa bir müddət keçəndən sonra işlədiyi yerdə bir qıza vurulub. İlk sevgisidir. Bundan əvvəl qızlarla münasibət yarada biləcəyi bir mühitdə olmadığından, hər bir gənc oğlan kimi o da qarşısına çıxan ilk gözəl qıza aşiq olub. Ailəsinin təbiri ilə desək, qız İstanbul qızıdır. Bayram qədər naşı deyil. Bayramın ailəsi mühafizəkardır, qapalıdır. Adət-ənənələrinə sadiq olan bir gəlin istəyirlər. Bu qız onlara uyğun deyil. Onsuz da Bayramın tapdığı qızı almazlar. Allah bilir kimdir, nəçidir, Bayrama yox deyirlər. O qız sənə uyğun deyil. Mənə uyğun olmadığını hardan bilirsiniz? Hələ heç onu tanımırsınız. Həm də ki, mən onu sevirəm, deyir Bayram. Amma dərdini heç kimə izah edə bilmir. Belə olduqda qızla görüşür. Mənim ailəm mühafizəkardır. Xahiş edirəm, mənim xətrimə qapalı geyin. Sonra görək nə olur, deyir. Qız isə, yo, əsla etmərəm. Sən məni belə görmüsən, belə bəyənib sevmisən. Məni bu cür qəbul edirsinizsə edin, etmirsinizsə uzaq durun, deyir. Ailəsi ilə sevgilisinin arasında qalan Bayram nə edəcəyini bilmir. İçkiyə qurşanır, dava dalaş salır, bəzən ağlayır. Lakin nə qızı, nə də ailəsinə razı sala bilir. Nəhayət, sevgilisi ondan ayrılır. Eyni yerdə işləsələr də onu danışdırmır. Bayramın üzünə də baxmır. Bu vəziyyət ailəni qane edir, amma Bayram pərişandır. Onun bu halını gördükcə ailəsi tanımadıqları bu qızı elə hey pisləməyə davam edir. O qız sənin tayın deyil, sənə qədər kim bilir kimlərlə oturub durub, deyirlər. Beləcə 2 il keçir. 2 ildən sonra ailəsi Bayram üçün qız axtarmağa başlayır. Qısa müddət ərzində öz adət-ənənələrinə uyğun, varlı bir ailənin qızını almaq qərarına gəlirlər. Qızı Bayrama göstərirlər. Bayramın qəlbində hələ də əvvəlki sevgilisi var ikən, çarəsiz halda ailəsi ilə razılaşır. Razılaşsa da onlara olan içindəki hiddət böyüyür. Üstəlik iş yerində əvvəlki sevgilisi ilə qarşılaşmaq qanını qaraltdığından, gözdən uzaq olan könüldən də iraq olar, deyərək işdən çıxmaq qərarına gəlir. Bu qərarı müdirə bildirdiyi gün, keçmiş sevgilisi ona səmimi davranmağa başlayır. 2 ildir üzünə baxmayan qız, gəl birlikdə yeməyə gedək, deyir. Bayram bilmir ki, sevinsin, yoxsa təəccüblənsin. Dərhal təklifi qəbul edir. Son dəfə bir yerdə yeməyə gedirlər. Bayramın həyəcandan ayaqları yerdən üzülür. Az qalır ki, ürəyi yerindən çıxsın. Ona artıq evlənəcəyini, istəməsə də yeni bir həyata qədəm qoyacağını, lakin onu hələ də unutmadığını deyir. Ancaq qızdan gözlənilməz bir cavab alır. Mən də səni unutmamışam, üstəlik hər şeyə də razıyam, tək ki sən ailəni razı sal. Gecikmiş bu hə cavabı Bayramın həyatını alt-üst edir. Bu ərəfədə ailə digər qıza elçi gedib üzük taxır. Bayram nə nişanlısını incitmək istəyir, nə də sevgilisindən əl çəkə bilir. Ailəsi ilə münasibətləri pozulur. Məsələdən xəbərdar olan ata-anası yorğan döşəyə düşür. Ailə o qızın Bayramın həyatını alt-üst edib, ailəni də rüsva edəcəyindən əmin olduğu halda, bunu öz oğullarına heç cürə izah edə bilmirlər. Nişanlısı ilə xoşbəxt olacağına isə əmindirlər. Bayramın sevdiyi, hörmət etdiyi ağsaqqallar işə qarışır. Xeyli nəsihət edirlər. Heç kim Bayramı dinləmir. Axırda bütün səylər boşa çıxır.
Bayram ailəsinə qarşı çıxır. İnad etməyə davam etsələr, intihar edəcəyini söyləyir. Bununla da Bayramı bir ruh həkiminə göstərmək qərarına gəlirlər. Çünki ailəsi hesab edir ki, oğulları xəstədir. O qız onu xəstə edib. Əvvəlcədən vəziyyəti gəlib mənə danışan xalası Bayramı bura gətirib. Deməli, Bayramı razı salmaq növbəsi indi də məndədir. Bayramla təklikdə danışıram. Otağa girən kimi qarşımdakı divanın küncündə oturur. Başını aşağı əyib üzümə də baxmır. O qızı çox sevirsən? Hə, çox. Nə gözəl. Necə? Sevməyi nəzərdə tuturam. Sevmək çox gözəldir. Amma ailəm icazə vermir. Sevgi, məhəbbət icazə ilə olmur. Bir halda ki sevirsən, onda evlən. Psixiatrlar sevənləri ayırmaq istəməz. Məni bura niyə gətirdiklərini sizə demədilər? Dedilər, səni yola gətirməliyəm. Görək bunu necə edəcəm. Etməyəcəksiniz? Belə bir şey ola bilər? Sevgidən bəhs ediriksə, bu mənə qeyri-mümkün görünür. Üstəlik, mən insanların dilindən sevgi haqqında eşitməyi çox sevirəm. Biraz danış. Həyəcanlanır. Divanda yerini rahatladıqdan sonra xəfif gülümsəyərək danışmağa başlayır. Səbirlə onu dinləyirəm. Çünki buna çox ehtiyacı var. Heç kim onu dinləməyib. Bu uşağa ancaq nəsihət veriblər. Nəsihətlər sadəcə onu verəni sakitləşdirir. Qarşı tərəfi isə qıcıqlandırır. Sonra ondan həyatındakı bu iki qız haqqında soruşuram. Əvvəlcə sevgilisindən bəhs edir. Onun hər şeyini çox bəyənir. Gözəlliyini, ağlını, xarakterini. Sonra nişanlısına keçir. Çox yaxşı qızdır. Hər şey ona danışmışam. Məni səbirlə dinlədi. Mənə hirslənmədi. Necə istəyirsən elə də et. Mən sənin qərarına hörmətlə yanaşıram, dedi. Özünü dərin bir quyunun dibində görür. Hələ ki cavandır. Bu məsələlər ucbatından işini də itirib. Ailəsinin əlinə baxır. Ailəsinə bu qədər möhtac ikən, onların ziddinə getmək Bayramı çox çıxılmaz vəziyyətə salıb. Ailəsindən üz çevirib sevgilisini seçsə, bu işlərin öhdəsindən necə gələcəyini, necə dolanacağını bilmir. Qızdan ayrılıb ailəsinin dediyini etsə, ona da ürəyi yol vermir. İçindəki zəif, çarəsiz, təslim olmuş bu adama nifrət edir. Və bu nifrəti olduğu kimi ailəsinə əks etdirir. Evi töküb dağıdır, var gücü ilə qışqırır, hamının gününü qara edir. Ailəsi Bayramı hər nə qədər sevsə də bu məsələdə iki ayağını bir başmağa dirəyib. Bu uşağın halına yanıram. Həyatın hələ başlanğıcındadır. Nişanlısı ilə evlənsə, bu evlilik əvvəldən qərəzlə başlayacaq. Ailəsi Bayramın sevgilisi ilə xoşbəxt ola bilməyəcəyinə necə əmindirsə, Bayram da nişanlısı ilə xoşbəxt ola bilməyəcəyinə o qədər əmindir. Mən isə bunların heç birindən əmin deyiləm. Bayramı yola gətirmək kimi bir niyyətim yoxdur. Bunu ona da söyləyirəm. Təəccüblənir. Siz həkimsiz, nəsə bir söz deyin. Desəm edəcəksən? Şıltaq bir təbəssüm üzünə yayılır. Elə isə gəl birlikdə düşünək, amma ürəyimizdə yox. Deyincə sakitləşir. Sonra yenidən danışmağa başlayırıq. Ailən etiraz etməsə, sevdiyin qızla necə bir münasibət qurardın? Dərhal evlənib çox xoşbəxt olardıq. Onu çox sevirəm. Münasibətiniz nə qədər davam edib? 1 il. Yaxşı yola gedirdiniz? O qədər də yox. Tez-tez dalaşıb barışırdıq. Niyə dalaşırdınız? O açıq-saçıq geyinirdi, mən də qəzəblənirdim. Ən çox bunun üstündə dalaşırdıq. Səncə evlənəndən sonra da belə geyinər? Geyinər, o mənim sözümə qulaq asmaz. İndi də qısa ətək geyinir. Mən əsəbləşirəm, o isə söz dinləmir. Sən deyəsən qısqanc oğlansan. Bizi belə tərbiyə ediblər, həkim. Kişi qısqanc olar. Yaxşı, bəs evlənsəz necə olacaq? Onsuz da bu gedişlə çətin evlənərik. Əli ilə başını qaşıyaraq susur. Çaşbaş qalıb. 2 il ərzində eyni yerdə işlədiyiniz halda bir-birinizlə heç ünsiyyətiniz olmadı? O danışsa mən danışardım. O danışmırdı. Niyə? Çünki onda başqa sevgilisi var idi. Sonra ondan ayrıldı.
Mənimlə yenidən barışacağını düşünürdüm, amma yenə danışmadı. Sonra başqa biri ilə görüşdüyünü öyrəndim. Bəs sonra nə oldu ki, səninlə barışmağa qərar verdi? Nə bilim, məni sevdiyini o vaxt başa düşüb. Nə vaxt? Yəni mən başqası ilə nişanlanıb işdən çıxmaq qərarına gəldiyim gün. Necə yəni? Nə bilim, o belə deyir. Sən bu qıza inanırsan? O qədər də yox. Siz mənim yerimdə olsaydınız belə birinə inanardınız? Xəfif təbəssüm edirəm. İndi bəlkə də ilk dəfə Bayram öz hiss və düşüncələri ilə baş-başa qaldı. Öz daxili səsini eşitməyə başladı. Cəmaatın qızına o dəqiqə vedrə bağlamaq olmaz axı. Hardan tanıyırsınız? Bir dinləyin, başa düşün, sonra danışın. Hələ özlərinə müsəlman da deyirlər. Səninlə heç danışmadılar? Əlbəttə ki, yox. Ağıllı çıxıblar. Məni sıxışdırırlar. Niyə belə edirlər? Onların istədiyi olmalıdır. Mən kiməm ki? Mənim fikrim nədir deyə soruşan yoxdur. Bu yaşa gəlib çatmışam. Cavanıq, amma ağılsız deyilik. Əskərliyə getmişəm, orada nə qədər çətinlik görmüşəm. Bunlardan xəbərsizdilər elə bil. Məni dünənki uşaq hesab eləyirlər. Əslində hələ də gəncsən. Təcrübəsizsən deyirəm ürəyimdə. Necə də sevimlidir. Ana-ata üçün övlad hər yaşda uşaqdır. Amma dediklərin doğrudur. Artıq öz qərarlarını özün verə biləcək yaşdasan. Bu sözlərim xoşuna gəlir. Üzünə xoş təbəssüm yayılır. Biraz da ailəmdən danış. Necə insanlardır? Ailəm əslində yaxşıdır, məni sevirlər. Bu qız məsələsinə qədər aramızda heç bir problem olmayıb. Adam başının üstündə Allah var, nə demişəmsə eləyiblər. Bircə bu qız məsələsində dirəniblər. Məni heç adam yerinə qoymadılar. Əvvəl onları çox sevirdim. İndi hamısına nifrət edirəm. Onların dediklərini edəndə ən yaxşı adam oluram. Ancaq daha bəsdir. Mənim də şəxsiyyətim, özümə görə fikirlərim var. Bu dəfə savaşda qalib gələ bilməyəcəklər. Öldü var, döndü yox. Deməli artıq aranızda savaş başlayıb? Demək olar ki, indi də son çarə olaraq məni sizin yanınıza gətiriblər. Məgər mən dəliyəm, məni psixiatrə gətiriblər. Mən onların nə fikirləşdiyini yaxşı başa düşürəm. Nə fikirləşirlər? Mənə də de. Güya özlərinin edə bilmədiklərinə sizin vasitənizlə nail olacaqlar. Məni bunları anlamayacaq qədər axmaq hesab edirlər. İnsanın öz ana-atası da övladını heç tanımır. Hə, bax bunda çox haqlısan. Yenə təəccüblənir. Dediyimi anlamadan üzümə baxır. Siz Allah, siz kimin tərəfindəsiz? Əlbəttə ki, sənin. Amma məni bura onlar gətirib. Pulu da onlar ödəyib. Gülürəm. Pulu onlar versələr də, mənim pasiyentim sənsən. Həkimlər həmişə xəstələrinin tərəfində olur. Yəni mən xəstəyəm? Biz həkimlər belə deyirik. Amma bura əsasən xəstələr deyil, əsl xəstələrin xəstələndirdiyi adamlar gəlir. Biz də gələnlərə kömək etməyə çalışırıq. Sənə gəlincə, xəstə filan deyilsən, amma bu ərəfədə həyat səni çox sıxıb. Sən də yorulmusan. Sənin yerində mən olsaydım, fikrimcə elə mən də bu cür davranardım. Əla, baxaq görək indi nə deyəcəklər. Ağappaq dişləri görünənə kimi gülür. Əgər axıra kimi belə etsəydilər, intihar edəcəkdim. İntihar edəcəkdin? Doğrudan? Əlbəttə edəcəkdim. Bunu başa düşdükləri üçün məni buraya gətirdilər. Sən mənim düşündüyüm qədər ağıllı deyilmişsən. Adamda baş qoyurlar, ölsəm, onda ağılları başlarına gələrdi. Necə? Yəni, etdiklərinə görə peşman olardılar. Amma sonraki peşmançılıq fayda verməz. Onlar bir başına, bir dizinə döyəndə, sevgilim də dərhal başqasını tapardı. Əslində bu uşaq reallıqları çox yaxşı görür. Sadəcə ona edilən təzyiqdən bezib. İnsan təzyiq altındaykən reallığı görə bilməz. Görsə də inkar edər. Amma görürəm ki, sən hər şeyin çox gözəl fərqindəsən. Güya məni bu girdabdan qurtarmaq üçün o qızı tapıblar. O qızı, yəni nişanlını? Hə.
Doğrudan heç ondan bəhs açmadın. Nişanlın necə bir insandı? Necə deyim, bizimkilərin ondan ötürü ürəyə gedir. Onları soruşmuram. Səncə necə bir qızdı? Gözəldir? Nə bilim, fikir verməmişəm. Ailənlə inatlaşmaqdan? Təbii ki. Bəlkə sənin sevgilin də sənin kimidir. Necə yəni? Nə bilim, bəlkə o da sənin kimi ailənin acığına sən istəyir. Nə danışırsınız? Bilmirəm, görəsən belə ola bilər? İş orasındadır ki, səni kimi mən də çaşbaş qalmışam. İstəyirsən tələsmə. Dərhal kimisə seçmək məcburiyyətində deyilsən. Həyat sənindir. Necə istəsən, elə də edərsən. Edərəm, əlbəttə. Susaraq uzun-uzadı düşünür. Bu dəfə mənə kədərli baxışlarla baxaraq yenidən gəlmək şərti ilə otaqdan çıxır. O çıxan kimi ana-ata və xalası içəri girir. Təzyiqi dərhal dayandırın deyirəm onlara. Bayrama deyin ki, həkim bizə çox hirsləndi. Səhv eləmişik. Sən necə deyirsənsə, elə də olsun. Ailə mat-məəttəl qalır. Amandır ay həkim deyirlər. Hamısını sakitləşdirərək bildirirəm ki, bir halda ki, mənim yanıma gətirmisiniz, mən nə desəm, elə də olacaq. Bayram bir müddət gəlib getdi. Çoxlu söhbət etdik. İçində yığılıb qalmış nə varsa hamısını danışdı. Əvvəlcə sevgilisinə hirsləndi. Sonra onu da anlamağa başladı. Yazıq dedi. Ərə getmək üçün birini axtarır. Məndən yaxşısını tapsaydı, mənim yanıma qayıtmazdı. Ümid edirəm tapar deyib, o mövzunu bağladı. Özünü dərk etdikcə, sevgi hesab etdiyi o duyğu ilə yaxından tanış olduqca, bu his ona yad gəlməyə başladı. Hətta sevgi hesab etdiyim bir şeyə görə az qala özümü öldürəcəkdim deyə çox giləyləndi. Övladım olanda mən onu həmişə dinləyəcəm deyərək xəyallar da qurdu. Sonuncu gəlişində nişanlısını da özü ilə gətirmişdi. Yanaşı kreslolarda əyləşərək tez-tez bir-birinə baxaraq utana-utana gülüb danışdılar. Sonra da əl-ələ tutub otaqdan çıxdılar. Qapıdan çıxanda nişanlısının mənə baxışındakı o gözəlliyi unuda bilmirəm. Daxilindəki minnətdarlıq və təşəkkür hissi gözlərindən oxunurdu. Toy dəvətnamələri çox xoş oldu. Ümid edirəm ki, xoşbəxt və oğul uşaqlı bir ailə oldular. Düşünürəm ki, bayramın öz həqiqətlərini görməsi üçün mən cadu və ya tilsim eləmədim. Sadəcə onu dinlədim. İttiham etmədim, günahlandırmadım, qınamadım. O da öz səsini dinlədi və səhv yoldan qayıtdı. Ailəsi onu mənim yanıma gətirməsəydi, mən də onu dinləməsəydim, kim bilir inatkarlıq ucbatından nələr olacaqdı. Əslində doğrunu tapmaq çətin deyil. Sadəcə bəzən kiçik detalları nəzərdən qaçırırıq. Xüsusilə də gənc övladı olan ailələr kaş ki daha diqqətli olsalar. Onları xoşbəxt görmək məni də çox sevindirir.